Bismillahirrahmanirrahim. İmam Zaman əleyhissalamın qeyb dövründə, yəni hal-hazırki dövrdə birinci vəzifəmiz zuhura inanmaqdır. Bəli, zuhur məsələsi bir nəfərin gələcəyi, ağatlı oğlanın, nizat verici bir şəxsin, son xilaskarın gəlib bütün dünyanı ədalətlə doldurub, zalımı, zülmü aradan aparıb, haqqı bərpa edəcəyi bir gün vardır. Dünya belə getməz. Bax, bu əqidə zuhuru gözləmək, dünyanın sonunun yaxşı bitməsini gözləmək zuhurdur. O həmin son xilaskarın gəlişi təkcə bizdə deyil. Bütün insanlar beləncə öz içindən, daxilindən ədalətli bir vəziyyətin gəlişinə ümidləri var. Bu ümid çox mühümdür. Və digər dinlərdə xristianlar İsa əleyhissalamın, Yəhudilər Yuşa ibn Nunun və digər adını çəkmədiyim məzhəblər, təriqətlər var ki, onlar da bir nəfərin gələcəyini gözləyirlər ki, son xilaskar o şəxsdir. Və biz müsəlmanlar xüsusilə hamımız etiraf edirik, Peyğəmbər balası, Fatimənin nəslindən olan İmam Hüseynin 9-cu övladı İmam Mehdi əleyhissalam zuhur edəcəkdir. Bəli, fərq budur. Bəziləri müsəlmanlar arasında onun anadan olduğunu inanmır. Amma şiələr, Əhl-i Beyt yolunu gedənlər əleyhissalam xüsusilə onlar inanırlar ki, o şəxs anadan olub, o hal-hazırda diridir, hazırdır və bizi görür, əgər bacarsaq onunla rabitə də qura bilərik, danışa da bilərik, dərdimizi aça bilərik, o bizi dinləyir və hətta qeybdə ola-ola bizim bütün problemlərimizi, həyatımızı, üstümüzə gələn nemətlər, bəlaların dəf olunması onun vasitəsiyləndir. Hər halda bu zuhura inanmaq lazımdır. Birinci əqidəmiz zuhura inanmaqdır. Qur'an-ı Kərimdə Allah Teala Ənbiya surəsinin 105-ci ayəsində bir kəsin gələcəyinə, yer üzərinin sonunda salih bəndələrin hakim olacağına, yer kürəsində sonda Allahın istədiyi bəndələrin yer kürəsinin hakimiyyətini ələ alacağına ayə vardır. Bəli, Qur'an deyir ki, dünya belə getməz. Şərq bloku, qərb bloku, bu istədiyi kimi hegemon dövlətlər, adını super güc qoyanlar istədiyi kimi bu dünyada hökmranlıq edə bilməz. Bir gün bütün diktatorlar, bir gün bütün imperiyalar aradan gedəcək və yer üzərində Allah Teala'nın son xilaskarı olacaq və salih bəndələr, Allahın pak, təmiz, mömin bəndələri yer üzərində hakim olacaqlar. Allah Teala Ənbiya surəsinin 105-ci ayəsində belə buyurur. Həqiqətən biz zikirdən sonra Zəburda yazdıq, bəli, Zəburda da yazdıq və qərara aldıq ki, bu yerin varisi mənim salih bəndələrim olacaqdır. Baxın, Allah Teala Davud Peyğəmbərin kitabı Zəburdan xəbər verir, Musa Peyğəmbərin Tövratından xəbər verir, zikir, müxtəlif təfsirlər var və alimlər buyururlar ki, bu ayə əsasən bütün səmavi kitablarda Allah Teala bizdən qabaq olan bütün dinlərdə, bütün peyğəmbərlərə nazil olan bütün kitablarda qeyd edib ki, yer kürəsinin axırı bu dünyanın sonunda salih, mən istəyən yaxşı bəndələr hakimiyyətdə olacaqlar. Bu Qur'anın bizə vədəsidir. Və buna biz inanmalıyıq. Bizim birinci vəzifəmiz bu qeyb dövründə zuhura inanmaqdır. Bir kişinin gələcəyi yer üzərində ədalətin, hakimiyyətin, ədalətli qanunların qurulacağına inanmalıyıq. Mən bir neçə hədislərdə diqqətinizə çatdırıram. Baxın, həm Əhl-i Sünnə qardaşlarımızın kitablarında, həm də bizim kitablarımızda vardır ki, Peyğəmbərimiz belə buyurur. Mən ənkərə xurucəl məhdi fəqəd kəfər. Hər kəs Mehdi əleyhissalamın gəlişini, zuhur edəcəyini dansa, inkar etsə, kafir olmuşdur. Bax, bu qədər məsələ əhəmiyyətlidir. O cümlədən də ondan sonra İsa Peyğəmbərin gələcəyindən də danışılır, hətta bizim kitablarda, hətta Qur'an-ı Kərimin Bəqərə surəsinin Allah Teala 1, 2, 3-cü ayəsindəki başlayanda deyir, Allahın təqvalı bəndələri onlardır ki, qeybə inanırlar. Yu'minunə bil qeyb, qeybdən məqsəd buyurublar ki, İmam Mehdi əleyhissalamdır həmçinin. Qeybə inanmaq, yəni qeybdə olan o imam ki var, onun gələcəyinə, zuhur edəcəyinə inanmaq lazımdır. Birinci vəzifəmiz zuhura inanmaqdır. Zuhur haqqında heç bir şək şübhəniz olmasın. Dünya belə getməz. Axır bir gün dünyada o salih bəndə zuhur edəcək, dünyanın özündə ədalətli bir sistem bərqərar olacaq.